Bundan savayı Birləşmiş Ştatların prezidentinin bilirsiniz ki, Böyük Yediliyin Kanadada keçirilən sammitində iştirakı və iştirakı yarımçıq saxlaması, çox vacib məsələlər çıxıb deyərək təcili Vaşinqtona qayıtması və qayıdarkən də dərhal Təhlükəsizlik Şurasının iclasını keçirməsi və bu iclas da düz 1 saat çəkib və bunun ardınca artıq Birləşmiş Ştatların İrana qarşı bu hərbi əməliyyatlarda iştirakı ilə bağlı məsələ çox ciddi müzakirə olunub. Onun lehinə də var, əleyhinə də çıxışlar olub. Hələ ki, gözləmə mövqeyində hətta artıq mətbuatın yaydığı, xüsusilə Birləşmiş Ştatların nüfuzlu bir çox kütləvi informasiya vasitələrinin, Wall Street Journal'ın məsələn yaydığı məlumata görə bazar günü istisna deyildir ki, ya bazar günündə keçən gecə, 6-cı günün bazar günü keçən gecə Birləşmiş Ştatların İsraillə birlikdə İrana qarşı hərbi əməliyyatlarda iştirakına başlana bilər. Yəni bu artıq miqyası dəyişmiş olar. Bu artıq hava əməliyyatı yox, təkcə quru yolu ilə də əməliyyatlardan söhbət gedir, yoxsa? Quru yolla yox, hələ quru yolla söhbəti gündəmdə deyil. Adətən müasir dünyanın müharibələri 5-ci, 6-cı nəsil silahlarla aparılır. Və bu müharibələrdə nöqtə zərbələr əsas rol oynayır. Məsələn, 2-ci Dünya müharibəsində tank qoşunları qvardiyası bir şəhər mühasirəyə alır. Nə bilim, buradan toplarla filan şəhər zərbələr endirilir və s. kimi ənənəvi mübarizə üsulu vardır. Amma indiki halda, məsələn, konkret şəhər seçilir. Bu şəhərə quru qoşuna yeridilməsi o son mərhələnin işi hesab edilir. Ona qədər dəqiq zərbələrdir. Məsələn, bu şəhəri fəaliyyəti üçün, funksional fəaliyyəti üçün hansı strateji obyektlər olmalıdır? Daha doğrusu var, sualına cavab tapılır. Yəni bu şəhərdə filan obyektlər var ki, bu şəhər mövcuddur. O obyektlər olmasa, sıradan çıxarsa, o şəhər sanki ölü şəhərdir, o yoxdur. Əmam sözdə qüvvət, Azərbaycan da 44 günlük müharibəsində dünyaya bir nümunə göstərdi, yeni müharibə. Bəli, pualarla, biz pualarla bunu göstərdik. Yeri gəlmişim bu müharibənin gedişatında da, İsrail-İran müharibəsində, Rusiya-Ukrayna müharibəsində pualardan, yəni Azərbaycan nümunəsindən istifadə çox geniş yer alıb. Və dediyim kimi dəqiq zərbələrdən istifadə edilir. İsrail, İranın, xüsusilə Tehranın dəqiq nöqtələrini vurur, strateji obyektlərini, nüvə obyektlərini, sonra raket hazırlayan zavodlarını əsas hədəfə alır. İran da analoji addım atır. İran da İsrailin strateji obyektlərini vurur. Dövlət rəmzi hesab edilən binalarını vurur. Qarşılıqlı şəkildə bu gedir və yeri gəlmişkən bir çox hallarda İranın atdığı raketlərin dəqiq hədəflərinə çatması və strateji obyektləri dağıtması özü artıq xeyli suallar yaradıb ki, İsrail buna hazır deyilmiş. İsrail elə gəlir ki, bu şəkildə olmayacaq kimi, bu gün yanaşmalar var.